Günləri bir fikhi məsələnin geniş izahını verəcəm. Kim istəyər, əməl eləyər, vaxtı olan, heç olmasa belə deyə də hədisin mətnində gəldiyi kimi ömründə bir dəfə bunu elə. Şəxs ömründə bir dəfə bunu eləməsi məsləhətdir. Əgər çox eləyə bilirsə, çoxun çox savabı olacaq. Az eləyə bilirsə, ən azı belə deyə də həcc kimi bir dəfə ömründə bunu yerinə yetirmək məsləhətdir. Məsələ nədir? Bunu belə deyə də əhl-i beyt sevən insanlardan başqa bunu heç kim əməl eləmir. Bax, biz şiyələr adət eləmişik, məğrib və işa namazı arasında 2 rükət nə namazı qılırıq? Qufeylə namazı qılır. Bu vüsət tapmış bir namazdır ki, möminlərin çoxu bu namazı neynir? Qılır. Və çox böyük savabı var, filan var, onlar hamısı öz yerində. Qufeylə gücündə və ondan demək olar, deməyim daha güclü və yaxud qufeylə bundan güclüdür, bu qufeylədən zəifdir, yox. İkisi də eyni tövsiyəlidir. Yəni, ikisi də bərabərdir. Yəni, qufeylə və bu deyim namaz da nədir? Bərabər gücdədir. Belə başa düşək. Çünki qufeylə namazının da sənədi zəifdir. Bu namazın da sənədi nədir? Zəifdir. Yəni, deyə bilməzsən ki, o bundan güclüdür, bu ondan zəifdir. Yox, ikisinin də gücü eynidir. İndi biz niyə əməl eləyirik? O niyələri hamısını açıqlayacağım. Şiyələrin çoxu bu namaza, belə bir bu göstərişə əməl eləmir. O qınamaq da olmaz, çünki bunu gərək ruhanilər çatdıra ki, namaz qılan kütlə də bu ibadəti yerinə yetirsin. Ruhanilər adətən qufeylə namazını möminlərə öyrədirlər və onun fəzilətindən danışırlar. Amma qufeylə məqamında olan nə aşağı, nə yuxarı. İkinci bir namaz var, hələ qufeylənin vaxtındadır. Şamla xiftənin arası, yəni şam namazını qıldın, sonra bu iki namazın vaxtı nədir? Başlayır. Hansı namazdır? Namazın adına deyilir vəsiyyət namazı. Nə namazı? Vəsiyyət namazı. Bəziləri bu vəsiyyət namazını səhv başa düşüb. Elə bilib ki, vəsiyyət bu bildiyimiz vəsiyyətdir ki, can verən insanın, dünyasını dəyişəcək insanın vəsiyyət elədiyi anlayış. Elə deyil. Burada vəsiyyətin mənası o deyil. Burada vəsiyyətin mənası, yəni Peyğəmbərin ümmətinə əhl-i beytin dili ilə elədiyi tövsiyə. Tövsiyə namazı. Ərəbcə deyəcək vəsiyyət. Yenə təkrar edirəm. O dünyasını dəyişir şəxs nələrisə vəsiyyət eləyir, o anlamda deyil. Peyğəmbər ümmətinə nəsihət eləyir, vəsiyyət eləyir, tapşırıq verir, tapşırıq. Bunu yerinə yetirin. Bax, diqqət edin, burada bir vacib işarə eləyim. Qufeylə namazı, belə bir namaz varmı? Sual. Deyir, bəli, hədis kitablarında da var, fətvada da var, filanda da var. Peyğəmbər imam deyibmi ki, qufeylə namazı, salatul qufeylə, belə bir söz Peyğəmbərin, imamın dilindən çıxıb ya yox. Bəzi ibadətlər var, onun adını Allahın höccəti deyir. Məsələn, salatul cümə, cümə namazı. Salatul fəcr, sübh namazı. Bəzi ibadətlər var, onun adını məsum özü deyir. Amma bəzi ibadətlər var, məsum ona ad qoymur. Dediyi sözün içində oradan elə bir götürülür. Bu hədisdə ki, alimlər bu hədisə söykənib vəsiyyət namazı qılın,
kitablarda yazıblar, möminlərə tövsiyə ediblər. Peyğəmbər deyirmi ki, vəsiyyət namazı qılın? Yox, belə söz demir. Peyğəmbər deyir, usikum, sizə vəsiyyət edirəm. Nəyi vəsiyyət edirəm? Bu namazı. Deməli, Peyğəmbər bizə nə edir? Vəsiyyət eləyir. Neyi vəsiyyət eləyir? Namazı. Deməli, bunun adını biz qoyuruq. Biz qoyuruq. Vəsiyyət namazı. Peyğəmbər bu adı qoymayıb. Kəlməni istifadə eləyib. Vəsiyyət edirəm. Ya Rəsulallah, nəyi vəsiyyət eləyirsən? Namazı. Hə, vəsiyyət namazı. Qufeylə də o qəbildəndir. Yoxdur belə şey. Ay cəmaat, ey möminlər, qufeylə namazı qılın. Belə bir şey yoxdur. Hədisin mətnində qufeylə məfhumu gəlir. Qufeylə də qəflətdəndir. Yəni ki, əksəriyyətin bu mövzuya diqqət verməməsi, qafil olmaqları. Az bir kütlə bu mövzuya neyniyər? Diqqət eləyər və müntəbih olar. Bax, məsələn, biz etiraz eləyirik bəzi din qardaşlarımıza ki, təravih namazı yoxdur. Peyğəmbər belə bir namaz qılmayıb. Deyir, bəs sizdə də Peyğəmbər deməyib ki, qufeylə namazı qıl və yaxud vəsiyyət namazı qıl. Nətər olur? Sizdə olar, bizdə olmaz. Deyirik ki, bizdəki ilə sizdəkinin fərqi nədədir? Sizdə Peyğəmbər heç bir kəlamında təravih kəlməsini istifadə eləməyib. Ümumən bu namazda bir kəlmə belə yoxdur ki, adı olsun təravih. Təravihi sonradan alimlər özləri neyniyiblər? İnşa eləyiblər sonradan. Və bu Peyğəmbərin Ramazan ayında qıldığı namazda da təravih kəlməsi yoxdur. Özlərindən sonradan neyniyiblər? Çıxardıblar. Amma biz dediyimiz namazlarda hədisin mətnində vəsiyyət kəlməsi var. Hədisin mətnində qəflət, qufeylə kəlməsi var. Onu ilə hədisin mətnini neynəmək, adlandırmaq olar. Fərq bundadır. İncə fərqdir, diqqət olunsun. Deməli, vəsiyyət namazı şam namazı qılınandan sonra qılınır. Yadda saxlamaq çox asandır, amma biraz vaxt götürən namazdır. Deməli, əlimdə olan kitab Seyyid Kazım Yəzdinin Ürbətül Vusqa kitabıdır. Bu çapla 2-ci cildi 196. Faslun fi salatil vəsiyyyə. Vəsiyyət namazına aid olan bir fəsil. Yəni, müştehidlər fətva veriblər bu haqda. Yəni, vəsiyyət namazı var. Yəni, bu küncdə, bucaqda qalan bir mövzu deyil. Yəni, fəqihlərin, alimlərin qələminə, belə deyək də, tuş gələn hədislərdən biridir ki, ondan fətva çıxarıblar və bu namazı tövsiyə edirlər. Deməli, mərhum Seyyid Kazım əzəmətli fəqihlərdən olub. Yenə deyirəm, mən deyəndə ki, əzəmətli, ay belə, hay elə, o deməkdir, 14 məsumdan biridir. Bəziləri elə bilir ki, mən birini tərifləyən kimi olur 10, 15, 16-cı məsum, 17-ci məsum. Xeyr, məsum deyil, qeyri-məsumdur, günah da eləyə bilər, səhv də eləyə bilər, xəta da eləyə bilər və bu kitabda olan bütün fətvalarla mən razı deyiləm. O demək deyil, bu mən alimi tərifləyirəm, bunun bütün kəlmələri qəbuldur. Xeyr, elə deyil. Biz şiyələr başqa İslam mənsublarından fərqimiz nədədir? Bizə imamlarımızın belə bir tövsiyəsi var. Allahın höccətindən başqa bir nəfəri şəxs özünə seçərsə, yəni bir nəfərin arxasıcan gedərsə, məsələn, Əhməd mənim dalımca gedir ki, Şeyx Caviddən yoxdur. O nə deyir? Mən ona ləbbək deyəcəm. Əgər o Əhməd, mən Allahın höccəti deyiləm, aradan sıradan bir elm tələbəsiyəm, mən nə deyirəmsə desə ki, düz deyir, o adam zəlalətdədir. Mən razı qalsam ki, mənim müridim var, mən də zəlalətliyəm.
Olmaz belə bir şey. Məsələn, hər hansı bir müştehidin, ad çəkmirəm, risaləsini götür. Denən ki, ay cəmaat, bu Qurandır. Bu Quran var ha, burada nə varsa hamısı nədir? Haqdır, düzdür. Tamam. Qoyduq kənara. Müştehidin risaləsidir və əzəmətli müştehiddir. Kazimil Yezdi, Seyyid. Burada nə varsa hamısı Allahın və Peyğəmbərin istəyidir, bu düzgün sözdür. Mən də elə deyəcəm, burada 99% düzdür, 1% xəta, səhv vardır. Ola bilər, yox ha, vardır. Çünki mən buna Allahın kitabı kimi yanaşa bilmərəm ki, burada nə var hamısı düzdür. Çünki bunu filankəs ağa yazıb. Filankəs ağa məsumdur, yox. Səhv eləyə bilər, aleykümselam. Xəta eləyə bilər. Yəni Allah və Peyğəmbərin məqsədin bu adam 100% əldə eləyib. Hələ ehtiyat fətvaları o deməkdir ki, müştehid özü bilmir ki, bu məsələdə haqq nədir? Ehtiyat eləyir. Bunu bilin, qayda. Hər hansı bir risalənin, məsələn, 1000 məsələsi varsa, onun 500-ü ehtiyatdır. Ehtiyata əsasən belə eləyir. Yəni, müştehid bilmir ki, haqq nədir? Səni də, özün də qorumaq üçün nə eləyir? Ehtiyat eləyir. Ehtiyat vacibə əsasən bu işdən çəkin. Amma çəkinməmə yeri var. Çəkinməmə yeri nədir? Var. Məsələn, saqqal məsələsi, saqqal. Hədisləri araşdıranda sənədi sağlam ki, kitab sahibindən ta Peyğəmbər və imama qədər bir hədis belə sağlam hədisimiz yoxdur saqqal haqqında. Ki, saqqal saxlamaq vacibdir. Hətta əhl-i sünnənin özündə salavat göndərək Peyğəmbərimizə. Hətta əhl-i sünnənin özündə bu vəhabilərdə ki, o saqqal mövzusunda ciddi dayanırlar, saqqala toxunmursan, nə qədər uzanır, uzansın filan. Hətta qadın belə üzünə tük çıxsa, onu qadının qopartması haramdır, fətvalar var. Hətta Peyğəmbərin dili ilə lənət hədisləri var Buxaridə. Yəni bir sələfi qadın və yaxud əhl-i sünnə qadın gedib, məsələn, hər hansı bir saç düzümü bacaran bir qadının yanında, saç ustasının yanında üzünün tüklərin qopartsa, adam Peyğəmbərin dili ilə lənət eləyib, lənətə gəlib Buxari və Müslümin hədislərinə əsasən. İndi düzdür, yalandır, o başqa mövzudur. Mənim mövzum nədir? Hətta sələfilər ki, belə saqqal mövzusunda ciddi belə dayanırlar, onların özü də tərəddüddədir. Düzdür, cahillərin xəbəri yoxdur, elə bilirlər, Peyğəmbər belədir, belə deyil. Alimləri tərəddüddədir. Çünki hədislər iki başlıdır. Bir qism hədislər deyir ki, saqqal qırxmaq nədir? Qadağandır, filandır, odur, budur. İkinci qism hədis gəlir, saqqalı müstəhəb qismində qeyd eləyir. Məsələn, qol altının tükünü qırxmaq, saqqal, filan, Peyğəmbər sünnəsindəndir, sünnə. Və heç kim də deməyib ki, qol altının tükünü qırxmaq vacibatdandır. Yəni, o cərgədə gəldiyinə görə sən onu oradan çıxarda bilmirsən. Yəni, o sünnə alimi ki, fətva versə ki, saqqal qırxmaq, saxlamaq vacib deyil, qırxmaq məkruhdur, haram deyil, o sünnə alimi səhv eləmir. Çünki hədislər iki başlıdır. Bir qism hədis deyir ki, saqqalsız müsəlman olmaz, bir qism hədislər deyir ki, istəyirsən saxla, istəmirsən saxlama. Bu sünninin problemi. Şiyyədə isə mövzu başqa tərzdə müşküldədir bu saqqal mövzusu. Hədis iki başlıdır, bir başlıdır, amma sənədində problem var. Ki, kitab sahibindən imama, Peyğəmbərə birləşən tam sağlam bir hədisimiz nədir? Yoxdur. Bir Bizantinin hədisini qeyd edirlər, o Bizantinin də kitab sahibi sənədin ora elə bir qeyd eləmir. Yenə də sənəddə problem var. Yəni, saqqal qırxmaq məkruhdur, haram deyil. Bir nəfər saqqalın qırxıb işə də getsə, meçidə də gəlsə, heç kim ona belə baxmasın ki, buna baxır. Təraş.
ülgüclə qırxsa belə adam günah əhli deyil. Adam günah qazanmır. Məkruhdur. Yaxşı olar ki, müsəlmanın, möminin saqqalı olsun. O yaxşını istəmir. Fəqihlər də fətva verəndə nə deyirlər? Ehtiyat vacibə əsasən saqqal qırxmaq nədir? Haramdır. Niyə belə deyir? Çünki qəti bir şey yoxdur ki, donuz əti haramdır. Belə bir şey nədir? Yoxdur. Belə bir şey olmadığına görə fəqih ehtiyat eləyir ki, desə ki, belə deyək də, 40 qiyamət günü cavab verəcək. Ona görə özünü sığortalayır, icazə verməyə haqqı var ha. İcazə verməyə haqqı var. Məsələn, müəyyən məsələlərdə deyir ki, hədisin sənədi zəifdir. Mən onu haram bilmirəm, halal deyirəm. Misal çəkmirəm də, müəyyən müştəhidlərin üstünə gedib çıxmasın. Deyir ki, mən bu şeyi caiz bilirəm, halal bilirəm. Niyə qardaş? Çünki hədislərin sənədi zəifdir. Tamam. Bəs burada niyə eləmirsən saqqalda? Sənəd zəifdir də, dinən ki, saqqal qırxmaq nədir? Məkruhdur. Haram fətvası niyə verirsən? Burada ehtiyat eləyir. Burada neyinir? Ehtiyat eləyir. İndi alimdir, özünün xüsusi yolu var, mənhəci var, şəriət hökmlərinə yanaşması var, özü bilər. Yəni, mən onu çatdırmaq istəyirəm ki, ehtiyat vacib deyildisə, bilirsiniz ki, orada haçalanma var. Olar da, olmaz da. Bəyənilir də, bəyənilmir də. İndi bu adam seçir o haçanın bir başını. O birisi başını nədir? Seçmir. Xülasə, biz, məsələn, mən hər hansı bir alimi aşırı dərəcədə tərifləsəm belə, o demək deyil ki, 14 məsumdan biridir və mən onu özüm üçün örnək seçmişəm və onu mən hər şeydə dəstəkləyirəm, təsdiqləyirəm. Belə eləsəm, mən şiyə deyiləm. Yəni, bir şiyə desə ki, mən filan kəs alimi 100% dəstəkləyirəm, adam şiyə deyil. O Əhl-i Beytin yolundan çıxıb. O deyə bilər, mən onu 99% dəstəkləyirəm. 100% dəstək Peyğəmbərə və imamadır, yəni höccətədir. Höccətdən savayisini kim 100% dəstəyin verdi, 100% etibarın, inamın verdi, adam şiyə deyil. Onun xüsusi, belə deyə də, məzhəbi var. Yenə təkrar edirəm, alim çox böyük alimdir və belə deyə də, alimlər, fəqihlər ustadıdır, filandır, amma məsum deyil. Müəyyən fətvalar var ki, məsələn, mən bu ağa ilə heç razılaşmıram və özümün də məxsus dəlillərim var, ağanın da özünə məxsus dəlili var. Mən onun bir kiçik tələbəsi kimi. Hər halda Seyyid Kazım Yəzdi, əzəmətli fəqihimiz buyurur. Hiyə rəkətan beynəl-əşain. Məğrib və işa namazının arasında qılınan 2 rükət namazdır. Adı nədir? Vəsiyyət. Hədisdə gəlib vəsiyyət namazı. Yox. Kəlmə gəlib vəsiyyət edirəm. Oradan alimlər neynir? Ad çıxardıblar. Qılınma qaydası necədir? Zəlzələ surəsi, bir də İxlas surəsi. Belə yadımızda saxlayırıq. Vəsiyyət namazı, şam namazı qılınandan sonra qılınır. 2 rükətdir, sübh namazı kimidir. Niyyət eləyirsən, vəsiyyət namazı qılıram, qürbətən ilallah. Vəsiyyəti də dedim, o ölü məsələsi deyil. Peyğəmbər vəsiyyət eləyib, Peyğəmbər tapşırığı olaraq bu niyyətlə. Təkbiri dedin, Fatihəni oxuyursan, vələddallin, sonra 13 dəfə Zəlzələ surəsini oxuyursan. 13 dəfə. İndi barmağınla hesabla, təsbihlə hesabla, özün bilərsən. Rükû, 2 səcdə qalxdın. Yenə Fatihəni oxudun, 15 dəfə İxlas surəsi oxuyacaqsan. Yəni, Qul huvallah. 13 dəfə zəlzələ, 15 dəfə nə? İxlas surəsi. O qunut azadsan, tutursan, tutmursan, tutma, özün bilərsən. Yenə rükû,
yenə 2 səcdən, təşəhhüd və salam. Bununla vəsiyyət namazı nədir? Qılınmış olur. İndi mən niyə deyirəm heç olmasa ömürdə bir dəfə? Çünki hədisin mətnində işarə var ona görə. Deməli, rəhmətli Seyyid Xoyi bizim əzəmətli fəqihimiz, yenə deyirəm mən onu deyəndə o demək deyil, o nə dedisə Allahın höccəti kimi mən onun hər şeyinə deyəcəm ki, əhsən bərəkallah. Yox, müəyyən şeylər var, mən o məsələdə razılaşmıram. Hər hansı bir alim fətva verəndə hədisin sənədi nə olmalıdır? Etibarlı olmalıdır. Hədisin sənədi etibarlı olmalıdır. Əgər hədisin sənədi, sənəd deyəndə yəni ravilər, kim kimdən nəql eləyir? Məsələn, belə deyək də, Şeyx Kuleyni nəql eləyir Əli ibn İbrahimdən, Əli ibn İbrahim, İbrahim ibn Haşimdən, İbrahim ibn Haşim nəql eləyir Novfəlidən, Novfəli Səkunidən, Səkuni də İmam Cəfər Sadiq əleyhissalamdan. Bu sənəd etibarlıdır, müvəssəq deyirik buna və yaxud qavi. Etibarlı sənəddir, buna söykənib müctəhid halal, haram, müstəhəb, məkruh fətvasını neyə bilər? Verə bilər. Əgər yox, sənəddə problem varsa, sənəd zəifdir. Ona söykənib Seyyid Sistani ağa, məsələn onun yolu budur da, Seyyid Sistani ağa müstəhəb, məkruh, vacib, haram fətvası vermək üçün sənədin sağlamlığın şərt bilir. Məsələn, Seyyid Sistani ağanın da Ürvətül Vüsqaya haşiyəsi var. Haşiyədə bunu müstəhəb namazı kimi qəbul eləyir. İndi yapışırıq ağanın ətəyindən ki, ağa, bəs sən deyirdin, sənəd etibarlı olmalıdır, hədisin sənədi yoxdur, mürsəldir. Şeyx Tusi birbaşa nəql eləyir İmam Cəfər Sadiq əleyhissalamdan. Şeyx Tusidən də İmam Cəfər Sadiq əleyhissalama ən azı bir 5-6 nəfər alim lazımdır ki, desin mən ondan eşitdim, o desin ondan eşitdim, o da desin ki, ondan eşitdim. Şeyx Tusi hicrətin 400-cü ilinin alimi, İmam Cəfər Sadiq də 100-cü illərin ortasının imamı, höccəti. O onu görə də bilməz, eşidə bilməz. Vasitələri Şeyx Tusi qeyd eləməyib. Əgər, diqqət edin, Şeyx Tusi desəydi ki, bu hədisi Zürarə nəql eləyir və yaxud Muhammed ibn Muslim nəql eləyir İmam Cəfər Sadiqdən. Şeyx Tusinin onlara birləşən yolu var başqa kitablarda. O yolu götürüb burada tətbiq eləmək olardı. Amma imamdan kim eşidib bu sözü Şeyx Tusi qeyd eləmədiyinə görə bu hədis mürsəl zəif sayılır. Və zəif hədisə söykənib sən birbaşa müstəhəb və məkruh fətvası nədir? Verə bilməzsən. İndi burada yenə alimlər arasında 2 qayda var, müştehidlər arasında. Bir qism müştehid deyir ki, əxbar mənbələğə deyilən bir qism hədislər var. Onların məzmunu nədir? İmamlarımız deyir ki, bizdən sizə bir hədis yetişər. Bir hədis, məsələn bu hədis, indi oxudum sizə ki, Peyğəmbər vəsiyyət eləyib ki, Şam namazından sonra 13 zəlzələ ilə, 15 ixlasla vəsiyyət namazını kim qılsa, bu savabları var. Onları oxuyacağım. İndi məsumdan sizə kəlam yetişdi. İmamlarımız deyir ki, məsumlardan sizə kəlam yetişər. Allahın höccətlərindən sizə kəlam yetişər. Siz onu biz demişik deyə qəbul eləyəsiniz. Və həqiqətdə biz onu deməmişik. Bax, diqqət edin, biraz qəliz olmasın deyə belə izah edeyim. İmam deyir ki, mənim adımdan sizə bir söz çatdır. Məsələn, vəsiyyət namazı qılın. Həqiqətdə mən onu deməmişəm. Yəni, imam bugünkü günü görür və bizə yol göstərir. Həqiqətdə mən onu deməmişəm və sən də, məsələn, 12-ci imamla biz görüşə bilmirik də, deyək ki, bunu İmam deyib ya deməyib. O desə deyib, deməyib, deməyib. İndi bu yol bağlıdır bizə. Belə olan halda imam deyir ki, bizdən sizə bir xəbər yetişə, həqiqətdə onu biz deməmişik. Amma siz onu biz demişik deyə bizə gətirdiyiniz vilayət əqidəsi ilə qəbul eləsəz,
onun da savabı var. O yalancı qiyamət günü cəzasını çəkəcək ki, imamların adından, peyğəmbərin adından nəsə uydurub. Amma biz ki, bu hədisin silsiləsində yoxuq. Biz dinləyəcəyik. Ravilərdən deyilik. Biz dinləyəcəyik. Eşitdik ki, peyğəmbər belə bir şey deyib. Amma həqiqətdə ola bilsin peyğəmbər bu sözü deməyib. İndi bizim savabımız varmı? Bir qism hədislərdir ki, bəli. Əgər onu biz demiş, bu müstəhəb məkruhdadır ya, bu qayda. Halal, haram, vacibdə bu qayda işləmir. Ancaq müstəhəbdə. Müstəhəb mövzularda əxbar mənbələrə bəzi alimlər söykənir, deyir hədisin sənədi zəif də olsa belə, mən onu bunu ilə neynirəm? Gücləndirirəm və müstəhəb fətvası verirəm. Amma Sistani ağa bu qaydanı qəbul eləmir. O deyir ki, belə hədislər, belə ibadətlər, belə qaydalar rəca qəsdi ilə olacaq. Rəca qəsdi. Rəca qəsdi nədir? Ümid eləyək ki, Allah Taala bu işin müqabilində bizə nə verəcək? Əcir verəcək. Verib də şükür, verməsə də nədir? Şükür hər halda. Yəni Seyyid Sistani ağanın və Seyyid Xoy ağanın fətvası rəca qəsdi iləndir. Bu vəsiyyət namazı. Yenə təkrar edirəm. Qufeylə də bu gündədir. Düzdür, Qufeylə vüsət tapıb. Qufeylənin şanı şöhrəti var. Amma Qufeylə də eyni bu haldadır. Rəca qəsdi ilə qılacaqsan. İlla fəqih deyək ki, əxbar mənbələri ilə mən onu müstəhəb sayıram, bu da müstəhəb olacaq. Yəni, alimin yanaşma mövzusu var. Hər halda hədis mürsəldir və zəifdir. İndi bir işarə də eləyim, sonra keçək hədisin mətninə. İndi bu vəsiyyət namazıdır, qufeylə namazıdır. Bu nafilələrdəndir ya yox. Fəqihlər arasında burada da ixtilaf var. Çünki şam namazının, məğrib namazının özünün nafiləsi var. O nafilə, bu nafilə aləm orada qarışır. Yəni o da özü bir mövzudur ki, nafilədən artıq nafilə yerinə yetirmək olarmı, olmazmı? Bir qism fəqihlər deyir ki, yox, bu müstəqil nafilədir. Müstəqil. Yəni İşa namazının nafiləsinə dəxli yoxdur. Nafilətun müstəqillə. Eləyə bilərsən ki, bunu müstəqil qılasan. Hər halda onu məscid mövzusu olmadığı üçün qoyuram kənara. Deməli, hədisin kökü Şeyx Tusinin Əl-Misbah kitabındadır. Bax, bu kitabdadır. Bu çapla səhifə 68-də deməli, buyurur, Faslun fi salatil qufeylə vəl-vasiyyə. Vəsiyyət və qufeylə namazına bir fəsl ayırır və buyurur ki, yəstəhibbu müstəhəbdir. Yəni, Şeyx Tusi demir rəca qəsdi ilə. Hələ birbaşa deyir nədir? Qufeylə də müstəhəbdir, vəsiyyət namazı da nədir? Müstəhəbdir. Qıla bilərsən, heç bir problemi nədir? Yoxdur, müstəhəb adı ilə. Amma Seyyid Sistaninin, Seyyid Xoyunun fətvası həqiqətə daha yaxındır. Çünki niyə belə deyirəm? Şeyx Tusi ola bilsin sənədi əzbər bilib. Amma ixtisar üçün, məsələn, bizdə kitablar var, çox qiymətli kitablardır. Məsələn, Təbərsinin Əl-İhticac kitabı. Çox qiymətli kitabdır. Amma sənəd əvvəlində yazır ki, müxtəsərlik üçün, müxtəsər olsun deyə, yəni kitab şişməsin. Bir var kitab 90 səhifədən ibarət ola, bir də var 200 səhifədən ibarət ola. Deməli, salavat göndərək Peyğəmbərimiz. Mühəddis Təbərsi çox böyük, əzəmətli, fəqihdir, mühəddisdir, müfəssirdir. Da hər mövzuda şəxsin elmi var. Kitabı kör eləyib. Kitabı şikəst eləyib. Hələ əvvəlində yazır ki, bu hədislər ki, burada toplamışam, etibarlı mənbələrdən götürmüşəm. Etibarlı mənbələrdən götürmüşəm. Sənədi lil ixtisar.
ixtisar üçün, yəni uzatmamaq üçün nə edirəm? Ləğv eləyirəm, qeyd eləmirəm. Onu qeyd eləsəydi, indi hal-hazırda azanda olan müəyyən problemlər, başqa mövzuda olan müəyyən problemlər o kitabda olan hədislərlə rahatçılıqla öz həllini tapacaqdı. Hədislərin sənədi olmadığına görə alim gəlir, baxır, sənəd yoxdur, qoydu kənara, fətva vermir. İndi yenə qeyd eləyirəm. Təbərsi özü bilir sənədi, yazmır ki, kitabım 1000 səhifədən ibarət olmasın. Olsun 200 səhifəlik ki, cəmaat oxuya bilsin. Niyyəti başqadır, amma fikirləşmir ki, sən bu sənədi qeyd elə də, səndən nə gedir ki, belə deyək də, kitab alverçisi deyirsən, kitabla dolanan deyirsən ki, kitabımı satdım, 500 manat qazanım. Elə adamlar da olmayıblar. Sənəd qeyd eləmədiyinə görə kitab şikəst olaraq qalıb. Belə də savab qəsdi ilə çap olunur, paylanır. Şeyx Tusi də bu hədisdə özü bilir ki, imamın adından yalan danışmaq olmaz. Şeyx Tusi taifə icma eləyir ki, ədalətlidir, düz danışandır, tayfanın şeyxidir. Yəni zamanəsində ikinci bir adam olmayıb ki, ondan yanaşı bir tutulsun. Şeyxin İmam Cəfər Sadiqdən nəql elədiyi bu vəsiyyət namazının 100% sənədi var. O da ixtisar və yaxud hər hansı bir ya yadından çıxıb, ya qeyd eləməyib. Özü nə fətva verir? Yəstəhibbu tənəffül beynəl məğribi vəl-işa. Məğrib və işa arasında müstəhəb fətvası verirəm ki, bu nafilə qılınsın. Arxain niyə? Arxaində çünki sənədi var. Amma Sistaninin, Xoyinin, Xorasaninin, filaninin sənədi yoxdur. Bu məsələdə vəsiyyət namazını imama, peyğəmbərə birləşdirə bilmir. Xülasə, Şeyx Tusidə xəta tutmaq olmur, çünki o özü mühəddisdir, imamlara olan sənədi var. Bəzi hallarda qeyd eləyirlər, bəzi hallarda qeyd eləmirlər. Fəqihlərdə, bu mühəddislərdə var da, məsələn, Şeyx Səduqun Mən la yəhduruhul fəqih kitabında sənədsiz hədislər var. Onları etibarlı hesab eləyənlər də vardır. Xülasə, gəlirik hədisin mətninə, salavat göndərək Peyğəmbərimizə. Deməli, mənbə fətva halında olduğuna görə mən bu hədisi oxuyuram. Vəsail-i Şiyə 8-ci cild Hür Ramilinin hədis kitabıdır. Deməli, vəsiyyət namazı haqqında bir ədəd hədis var. Vəssalam, başqa bir hədisimiz yoxdur. Və hədisdə belə nəql olunur. Muhammed ibn el-Həsən fil misbah ənis sadiq. Ən əbihi, ən abaihi, ən əmiril müminin, ən Rəsulillah. Deməli, Muhammed ibn Həsən Ət-Tusi, yəni Şeyx Tusi. Şeyx Tusi Misbah kitabında Ənis Sadiq, İmam Cəfər Sadiq əleyhissalamdan nəql eləyir. Tusi ilə Sadiq əleyhissalamın arasında şəxslər olmalıdır. O yoxdur. Olmadığına görə hədisə deyərlər mürsəl. Və mürsəl hədis də nədir? Zəif hədislərdən hesab olunur. İndi hər mürsəl zəifdir, onun dərdi başqadır, işimiz yoxdur. İmam Cəfər Sadiq əleyhissalam nəql eləyir İmam Baqirdən, İmam Baqir, İmam Zeynəl Abidindən, İmam Zeynəl Abidin, İmam Hüseyndən, İmam Hüseyn Həzrət Əli əleyhissalamdan, Həzrət Əli əleyhissalam da buyurur ki, eşitdim Peyğəmbər belə bir söz dedi. Yəni, məsumların adları var. Amma İmam Cəfər Sadiqdən kim eşidib, bir dənə onu yazsaydı, mən bunun sənədini tapıb çıxarda bilərdim. Yoxdur. Peyğəmbər buyurur. Yox, o ancaq imam gələndə ola bilər. Belə axtar, tap, ola bilsin. Kitablar var, məsələn, bu sel su apardı, kitab çıxdı. Suyun içindən kitab çıxır. Hər halda, o mümkündür, bəli. Peyğəmbərimiz buyurur, Muhammed sallallahu aleyhi və aleyhi və səlləm.
1-2 dəqiqə bitiririk. Usikum bi rək'ateyn beynəl işaeyn. Peyğəmbərimiz buyurur, sizə vəsiyyət eləyirəm ey mənim ümmətim. Peyğəmbərdir, vəsiyyət eləyirəm. Məğrib və işa namazı Şam xiftə deyirik də. Şam və xiftən namazının arasında. Demir dərhal. Arasında. Yəqra fil-ula el-hamd və yaxud yuqra fil-ula el-hamd. Birinci rəkətdə Fatihə surəsi oxunur. El-hamd yəni Fatihə surəsi. Fatihə surəsindən sonra və izə zulzilətil ardu 13 marra 13 dəfə zəlzələ oxuyacaqsan. Fatihəni oxudun, ardıca nə oxuyacaq? 13 dəfə zəlzələ. Fistaniyə, ikinci rəkətdə Elşən. İkinci rəkətdə Fatihə surəsi oxunur. Fatihə surəsindən sonra Qul huvallahu əhəd 15 marra 15 dəfə İxlas surəsi oxunacaq. İndi təşəhhüd oxuyunmu, salam deyimmi? Bunlar qeyd olunmur. Çünki hədislərimiz var da, təşəhhüdsüz, salamsız, filansız namaz olmaz. Yəni bu bilinməyən hissələri Peyğəmbər deyir. O bilinən hissəni bilirsiniz. Məsələn, deyir burada niyyət elə. Dedi Peyğəmbər. Demədi ki. Dedi təkbir et el-ihram de. Onu da demədi. Niyə? Çünki bu hissələr nədir? Dedi dəstəmaz al. Demədi. Yəni, dəstəmazsız namaz olmaz. O şeylər ki, hamıya bəllidir, Allahın höccəti izah eləyəndə onu demir. Da oradan yapışma ki, bu namazı dəstəmazsız da qılmaq olar. Niyə? Çünki hədisdə demir ki, dəstəmaz al qıl. Və yaxud təkbir et el-ihramdır. Niyyət elə. Onları deməyib. Neyi deməyibsə heç birini eləməyəcəm. Hələ duracam ayaq üstə. Həmdə oxudum, 13 dəfə zəlzələ, rüküyə də getmirəm, səcdəyə də getmirəm. Yenə Fatihəni oxuyuram, 15 dəfə İxlas oxuyuram, rüküyə də getmirəm, səcdəni də eləmirəm, təşəhhüd də demirəm, salam da demirəm. Bu da oldu mənim vəsiyyət namazım. Yox qardaş, belə olmur. O hissələr ki, hamıya bəllidir, onu Peyğəmbər imam nədir? İzah eləmir. Namaz bitdi. Qaydası budur. İndi bu işi görənin savabı nədir? İnnehu men fe'ale zâlike fi kulli şehrin kana minel muqinin. Kim bu namazı ayda bir dəfə, hər ayın içində bir dəfə bunu qılsa, bəzi nüsxələrdə gəlir muqinin, bəzi nüsxələrdə gəlir muttaqin. Muqin yəni yəqin əhli. Nə əhli? Yəqin əhli. Bir dənə Qurandan işarə eləyim, vaxt dardı deyə geniş ona toxunmayayım. Bax, diqqət eləyin. Ənam surəsi 75-ci ayədə məzmun çatdırıram. Allah Teala buyurur ki, biz İbrahimə səmavat və ərzin mələkutunu göstərdik. İndi mələkut xüsusi yerdir və yaxud mələkut mülkiyyət sahiblik, yəni səmaların və yerin sahibi, maliki Allahdır bu anlamda və yaxud mələkut bu yerlərin xüsusi bir hissəsidir, onun gərək geniş təfsiri olsun. Biz üstündən keçirik. İbrahim Peyğəmbərə Allah Teala səmaların və yerin mələkutunu neynir? Göstərir. Ne üçün? Liyəkûnə minəl muqinin. Yəqin əhlindən olsun. Diqqət edin, Peyğəmbər yəqindədir ya yəqin deyil? Yəqindədir. Deməli, yəqinin də dərəcələri var. Yəqinin də nədir? Dərəcələri var. Bax, misal, sizə bir misal çəkim, hələ özümüzdən. Peyğəmbəri, imamı qoyuram kənara. Oturmuşuq burada, uzaqdan baxırıq, görürük ki, orada tüstü var. Tüstü məndə nəyin yəqinin yaradır? Yanğın. Şək eləyə bilərəm ki, nəsə yanmır. Şəkkə yol var, yəqin. Amma həqiqətənmi belə deyək də nəsə yanır?
Bu yəqinin hansı mərhələsidir? Zəif. Zəif. İndi məscid əhli çıxır, gedir həmin üstü olan istiqamətə gedirik, görürük ki, bir maşın nədir? Yanır. İndi şək eləyə bilərik ki, maşın yanır ya yox. Görürük də yanır. Deməli, artıq biz biraz da yaxınlaşdıq, fərqli bir yəqin, nəyin yandığı və 100% yandığına nədir? Əmin olduq. İndi bəlkə sənin gözünə görünür. Gəlirik, əlimizi salırıq maşının içinə. Əlim yanır, paltarım yanır. Bu da mənə nədir? Başqa bir yəqin verir. Aydın? Və bu gözümə göründü, qulağıma səs gəldi deyil. Artıq əlin, köynəyin yarısı yoxdur, yanıb. O adlarla işim yoxdur. Mən sadə başa salıram. Deməli, gözümüzlə görürük tüstünü, tüstü bizə bir yəqin verir. Yaxınlaşırıq, odun özünü görürük, bir yəqin verir. Əlimi salıram, köynəyim, pəncəyim yanır. O da mənə nədir? Başqa bir yəqin verir. Hamısı fərqlidir, amma nəticə etibarıyla nədir? Yəqindir. İndi peyğəmbərlər arasında da nə var? Yəqinin mərhələləri var. Muhammed sallallahu aleyhi və alihi və səlləm məsələn, peyğəmbərimizin yəqini İbrahim əleyhissalamdan nədir? Çox yüksəkdədir. Aydın? Allah Teala buyurur ki, Mələkutus səmavatı vəl ərz, yəni səmavatın, yerin, göyün həqiqi mülkədarı kimdir? Onu İbrahimə neynədi? Göstərdi ki, neynəsin? Yəqini artsın. Yəqindeydi. Artım yəqinidir bu. Yox yəqini yox. Məsələn, deyirəm ki, birinə, od istidir ya sərin? Görməmişəm də. Götürür, məsələn, kibriti yandırır, tutur əlimə, görürəm ki, yox. Bu istidir. Yəni, buz kimi, qar kimi deyil. Məndə yəqin yarandı. Yoxa nədir? Bir cavab, həll. Peyğəmbərlərdə belə deyil ki, məsələn, o yəqini yox idi. Yəqinsiz bir adama Allah Peyğəmbər seçmişdi. Sonra Mələkutus səmavatı vəl ard görəndən sonra dedi, subhanallah. Yox, elə deyil. Peyğəmbərlər, imamlar haqqında desələr ki, mən yəqinə yetişdim, mən elmə yetişdim, filan yetişdim, o yüksək dərəcələrdən gedir söhbət. Deməli, bu namazı qılana Peyğəmbər vəd verir ki, ayda bir dəfə kim qılsa, yəqin əhlindən olacaq. Və bəzi nüsxələrdə gəlib, minəl muttəqin, təqva əhlindən olacaq. Bu ayda bir dəfə. İn fəalə zəlikə fi kulli sənətin. İldə bir dəfə. Kânə minəl mühsinin. Mühsinlərdən olacaq. Və mühsin olmaq üçün də bir Quran ayəsi işarə edeyim, üstündən keçək, çünki vaxtımız çox daraldı. Deməli, Ali İmran surəsi 133 və 134. Təqvalı nədir, mühsin nədir? Oradadır. Və in fəalə zəlikə fi kulli cüm'ə. Əgər hər cümə ilə sən olacaq, bu vəsiyyət namazını qılsa, kânə minəl muxlisin. Ya muxlislərdən olacaq, bəzi nüsxələrdə gəlib minəl musallin. Musalli namaz qılana deyilir. Hansı namaz qılan? Yenə dərəcə. Sən namaz qılansan, namaz qılan olmasın bu namazdan nə xəbərin var ki sənin? Namaz, elə bir o yəqində ki o dərəcələr var, namaz qılan ki bu namaz qılandı, onun da dərəcələri var. Sənə xüsusi bir dərəcə bu namaz nədir? Verəcək. فَاِنْ فَعَلَ ذَٰلِكَ فِي كُلِّ لَيْلَ. Əgər hər gecə qılsa, məsələn, möminlər var da, hər gün şam namazından sonra qüfeylə namazını qılır. Amma bu namazı nədir? Qılmır. Peyğəmbər buyurur ki, əgər hər gecə bunu qılsın, zahəməni fil cənnə. Şəxs olur müzahim. Müzahim nədir? Bax, burada neçə nəfər otura bilər? Bir nəfər rahat otura bilər, düzdür?
İndi burada 2 nəfər otursa, biri digərinə neynir? Mane olur, narahatçılıq yaradır, yerin daraldır. Muzahim yeri daraldandır. Yeri daraltmaq nədir? O da oradadır. O da oradadır. İkisi bir yerdədir. Yəni bir-birinə nədir bunlar? Çox yaxındır. Yəni cənnət, Peyğəmbər cənnətdədir. Cənnət dar yer deyil. Cənnət dar yer deyil. Məqsəd nədir? Peyğəmbərə çox yaxın olacaq. Peyğəmbər buyurur ki, zahəməni fil cənnə. Cənnətdə mənim müzahimim olacaq. Müzahim nədir? Dediyim kimi, bir nəfər sığan yerdə oturub, 2 nəfərin bir-birinə sıx oturmasına ərəb deyər ki, fulan zahəmə fulanən fi məclisihi. Cənnət dar yer deyil, bu məcazdır. Neyin məcazıdır? Peyğəmbərə çox yaxın olmağın məcazıdır. Deməli, hər axşam qılsa, وَلَمْ يُحْصِي ثَوَابَهُ إِلَّا اللّٰهِ Teala. Bu şəxsin qıldığı namazın savabını yalnız nədir? Allah hesablaya bilər. Allahdan başqa heç kim bu şəxsin namazının savabını hesablaya bilməz. Yəni mələkələr toplaşsalar ki, bu namazın savabını hesablasınlar, olarlıq deyil. Bunu yalnız Allah hesablayıb, Allah da mükafatını neynəyəcək? Verəcək. Deməli, bu namazı qılan yəqin əhli olacaq, təqva əhli olacaq, muhsinlərdən olacaq, muxlislərdən olacaq, musallilərdən olacaq və Peyğəmbərə cənnətdə müzahim olacaq. Bu ibadətin savabının möminlərə yetişməsi üçün Peyğəmbər və əhl-i beytinə salavat göndərək.